Doğru fikirləri müəyyən edin. Zərf cümlədə ancaq zərflik kimi çıxış edir. Yanlışdır. Zərf cümlədə xəbər də ola bilər, mübtəda, təyin, tamamlıq da ola bilər. Zaman zərfləri həmişə hərəkətə aid olur. Bu da yanlış fikirdir. Zaman zərfləri ismi xəbərə də aid ola bilər. Dayanmadan oxuyaraq sözləri zərf deyil. Bəli, bunlar fe'li bağlamadır. Fe'li bağlama şəkilçilərini biz görürük. Dönə-dönə, qoşa-qoşa həm zərf, həm fe'li bağlama ola bilər. Doğrudur. Əgər dönmək, qoşmaq hərəkətləri icra olunursa fe'li bağlamadır. Yoxsa dönə-dönə dəfələrlə mənasında işlənirsə, qoşa-qoşa da tərz bildirirsə, zərf kimi işlənəcək. Yəni qoşa-qoşa cüt-cüt mənasında işlənərsə zərf olacaq. Zərflər fe'li xəbərə aid olsa da ismi xəbərə aid olmur, yanlışdır. İsmi xəbərə də aid ola bilər. Misal üçün deyirəm ki, tamamilə, üstün tamamilə sudur. Burada tamamilə sözü ismi xəbərə aiddir. Bəzi zərflər qoşma ilə amonimlik yarada bilir. Bəli, doğrudur. Əvvəl, sonra, qabaq, bəri kimi sözlər həm zərf, həm də qoşma olan sözlərdir. Ona görə bu da doğru fikirdir. Cavabımız 3, 4, 6 olacaq.